Herkese salam ve kanalıma hoş gelmişsiniz. Sizi kanalımda görməyə və yeni videoda görməyə çox şadam. Səhər lap tezdən durmuşdum. Hava çox isti idi. Durub gördüm ki, çörəyimiz yoxdur. Sonra özüm aşağı düşməyə ərindim və uşaqlara da çox yazığım gəldi. Hələ yuxuludular deyə dedim onlara belə bir qəşəng pışki hazırlayım. Onlar çox sevirlər bunu. Xəmiri qoydum. Yay olduğuna görə xəmir tez qalxır. Hardasa yarım saata qəşəng xəmir qalxmışdı. Hətta artıq daşmağa başladı və mən başladım onunla işləməyə. Fıraqlarını belə gül forma verib kəsdim və başlayıram yağda hər iki tərəfdə qızartmağa. Hazır olandan sonra üzərinə şəkər eləyirəm. Çox dadlı olur uşaqlar və mən çox sevirik. Səhər tezdən durmuşdum. Hava çox qəşəng isti oldu və birdən-birə hava dəyişdi. Görün nə oldu. Amma yay olduğuna görə yağış elə də çox yağmadı, bir damcı yağdı. Çox sevirəm yay yağışı. Hətta yağış yağana qədər mən bir dənə indiski klip çəkməyə də çatdırdım. Boçmanı buraxdıq gəzməyə. Arada çölə çıxmaq istəyir və belə özüm həyətdə olanda, yəni burada da qapıda olanda buraxıram onu. Gəzir, hər yeri eyləyir. Murad isə narahatdır, birdən Boçman qayıtmayacaq. Və onun dalınca çıxır həmişə. Boçman gəzənə kimi yolkalarımızı göstərim. Oy, baxın, yolkaları əkdik. Belə düz o başa kimi yolkamızı əkmişik. Bitiblər. Yəqin ki, hələ bilinmir də əslində. Görək inşallah bitəcək. Bu bizim ceyrançıqımız. Belə. Burada güllərim. Bunları sulamaq lazımdır. Boçman həyətdə gəzmişkən gülləri sulayım buradan. Səhər yağış yağsa da torpağın altına heç gedə bilmədi və ona görə dedim bura çox qurumuşdu. Gülləri qəşəng sulayım ki, biraz su içsinlər. Soğanın zapası məndə bitmişdi və yenə də hamısını təmizlədim. Yeşiyimdə nə qədər var idi soğanın hamısını təmizlədim. Dedim daha da bir də əziyyət çəkməyim. Elə qəşəngdir, elə rahatdır. Hazır təmiz soğan olanda xarab olmur. Belə soyuducuya qoyuram. Hə? Не холодно там. Он уже там. İdi. Soyuducuya qoyuram və nə qədər mənə lazımdır götürürəm, işlədirəm. Çox qəşəng və rahat bir üsuldur. Məndə o biri partiya bitdi və evdə nə qədər var idi soğan hamısını təmizlədim. Düzdür, xeyli oturdum, ağladım. Amma bundan sonra yemək hazırlayanda əziyyət çəkməyəcəm. Burada Boçman üçün yemək pişirdim. Qanatları belə pişirdim. Suyu çox eləmirəm, sadəcə biraz isidirəm ki, isti yesin də. Bir də burada lobya hazırladım. İndi üzərinə göyərti eləyəcəm və süfrəni bəzəyim, oturaq yeməyimizi yeyək. Belə. Bunu isə göndərirəm soyuducuya. Keçirəm növbəti yeməyi hazırlamağa. Filə çıxartmışdım. Uşaqlar çoxdandır ki, kotlet zakaz eləmişdilər mənə və yadıma düşdü ki, buzluqda məndə filə var. Çıxartdım. Buzu açıldı. Sümükdən ayırdım və belə blenderda əzişdirirəm. Ətlə olan kotlet elə də uşaqlar xoşlamırlar. Çox vaxtı filə ilə eləyirəm. Filə ya da ki, budu misal üçün götürürəm. Toyuq budu. Onu sümükdən ayırıram və belə blenderdan keçirdirəm, kotlet düzəldirəm. Əvvəllər kotletin içinə həmişə kartoşka əlavə eləyirdim, amma bir dəfə onsuz eləmişdim kotleti və çox bəyəndik və ondan sonra daha kartoşka əlavə eləmirəm. Bir də kotletin üzərinə çörək də həmişə əlavə eləyirəm, amma evdə çörək olmadığına görə eləməmişəm.
Rus kanalda dünənki vloqun altında bir xanım yazmışdı ki, deyirsən ki, mən çox qənaətçiyəm, amma burada bütün futbolkaları kəsdin, əski düzəltmisən. Mənim o futbolkalarım bəlkə də inanmayacaqsınız, amma 15 ildir ki var, necə mən onları geyinirdim. Bəzi futbolkalar var idi, hansı ki 15 ildən də çox idi. Onları hələ ərə getməmişdən qabaq geyinirdim. Hər il onları geyinirdim. Axırıncı 2 ildir ki necə geyinmirdim, çünki çox pis vəziyyətə düşmüşdü. Bəlkə də kameradan baxırsan, elə də hiss eləmirsən, amma həqiqətən də xırda-xırda deşiklər əmələ gəldi. Parça əməlli başda ucu çürüdü və onun saxlamağın mənası yox idi. O da mənə deyir ki, bunu kasıb bir insana verəydin, o da qoy geyinsin, sevinsin, sənin üçün dualar oxusun. Amma belə paltar kiməsə verməyə sizcə ayıb deyil? Üstündə deşikli, parça artıq çürüdü və o insan sonra mənə deməyəcək ki, sənin zibil yeşiyin yox idi ki, gətirdin mənə verdin ki, mən öz evimdəki olan zibilin içinə tullayım. Hər dəfə mən şkafın paltarını yığışdıranda orada xeyli paltarlar çıxardıram, hansı ki uşaqlara artıq balacadır və evdə saxlamağın bir mənası yoxdur. Onu iki yerə hissəyə ayırıram. Bir tərəfə qoyuram, hansı ki kiməsə verəcəm geyinsin, bir tərəfə o biri paltarı qoyuram, hansı ki onları tullayacam. Deməli, niyə tullayıram? Çünki onlar elə vəziyyətə gəlib çıxıblar ki, kiməsə verməyə ayıbdır. Böyük qızımın paltarları çox vaxtı tullamıram, çünki o yaxşı vəziyyətdə qalır, qızım səliqəli geyinir deyə onları həmişə balaca qızıma saxlayıram. Bir də Muradın bəzi paltarlar var ki, hansı ki Ceyran misal üçün evdə də geyinə bilər, onun da paltarını Ceyran üçün saxlayıram. Amma Ceyrandan sonra kimə saxlayım ki paltar? Bir də bu paltar bu bir uşaqdan o biri uşağa keçibsə, deməli paltar əlbəttə ki pis vəziyyətə düşəcək. Mən yenə də özümü qənaətçil hesab eləyirəm, çünki mən artıq bir şey evə almıram. Ərzaqlardan olsun, paltardan olsun. Ərzaqları misal üçün əvvəllər alırdım, təzə nə çıxırdısa onu alırdım və başa düşdüm ki, ailəmə heç xoş deyil. O dad bizim üçün deyil. Və daha onları almıram. Boş-boş pulu ona vermək istəmirəm. Bir də misal üçün bilirəm ki, biz bu meyvəni çox yeyiriksə, onu çox alacam. Hansını ki az yeyirik, onu da az alacam ki, evdə yalandan soyuducuda dura-dura xarab olacaq. Axırda da mən onu tullayacam. Üst-üstə ərzaqları heç vaxt almıram. Misal üçün nəsə lazımdırsa mütləq yazıram və həmən o kağızla gedirəm, alıram. Bazarlığımı eləyirəm. Əvvəllər heç nə yazmırdım, beynimdə saxlayırdım, gedirdim. Dükana gələn kimi hər bir şeyi unudurdum və lazım olmayan ərzaqları alırdım. Evə gəlib görürdüm ki, həmən ərzaq misal üçün soyuducuda ya da ki şkafda məndə var. Mən də üst-üstə yalanın almışam və belə yarımçıq qalanı arada tullamalı oluram, çünki ucu xarab olur və təzəsini çıxardıb yeyirəm. İndi isə belə eləmirəm. Hər dəfə dükana gələndə baxıram nə var, nə yox və yazıram, sonra gedirəm alıram. Paltar da həmçinin eyni qaydada eləyirəm. Misal üçün, əgər məndə bir kofta, şal var ya, nəsə yubka, don, belə bir şeylərim varsa və yalandan dükanda hansısa bir paltar mənim xoşuma gəldi, gətirim onu alım, asım və geyinməyə də heç bir yerim yoxdur. O da orada asılacaq şkafda. Nə mənası var axı ona pul xərcləməyə? Nə vacibdirsə, mən onu çalışıram almağa. Buna görə mən özümü qənaətçil hesab eləyirəm. Əgər misal üçün dükanda nəsə görmüşəmsə və çox bəyəndim, almaq istəyirəm, evə gedirəm. Bir neçə gün fikirləşirəm və əgər həmən o şey mənim beynimdən çıxmırsa, gedirəm onda alıram. Amma əgər ki, həmən şey növbəti günü uca az istəyim var, səhərsi günü daha az olur və növbəti gündə isə vəbşi heç istəmirəm, deməli, bu artıq bir şeydir və onu heç vaxt almaram. Bu kanalda özümü o qədər rahat hiss eləyirəm. Elə bil ki, öz yaxınlarımla danışıram. Nə danışsam, nə göstərsəm, hər bir şeyi bəyənirsiniz. Heç vaxt pis rəy yazmarsınız. Yalnız mədəni formada mənə məsləhət görə bilərsiniz. O da adamı o qədər xoş olur ki, və sizin kimi adamlar üçün lap istəyirəm hər gün video çəkim, paylaşım. Amma çox heyif ki, arada elə günlər olur ki, vaxtım olmur, başım o qədər qarışıq olur ki, əlimə telefon götürüb video montaj eləyib sizinlə paylaşa bilmirəm. Burada bir səhv iş görmüşdüm. Vermişelin üzərinə soyuq su tökmüşdüm. Bilirdim ki, əgər soyuq su töksəm yapışacaq, amma sonra dedim
dedim ki, yox, tez-tez qarışdıracağam, heç nə yapışmayacaq. Amma yapışdı. Gələn dəfə heç vaxt bir də belə eləməyəcəm. Lap da çox yapışmadı, amma qaynar su töksəydim heç vəbşi yapışmazdı. Yenə də çox dadlı oldu. Uşaqlar hamısını qəşəng yedilər iştahla. Yeməyim hazır. Qaldı bir dənə bu peçi təmizləməyə. Burada yağdan qoruyucu, nəsə belə, yağ çözücü daha doğrusu vurmuşam. 1-2 dəqiqə burada durdu və indi belə qubqa ilə üstündən keçdim və indi belə təmizləyirəm. Əslində yağ çözücü vurmamaq da olardı, amma niyə vurmuşam? Kotlet, balıq, belə şeylər qızardanda onda elə bil nəm əski ilə siləndə iyisi getmir, elə bil üstündə qalır. Və ona görə yağ çözücü vurdum. Belə təmizləyim və mən nəhayət ki boşam. Sonra bir dənə polları siləcəm. İstəyirəm əlinə yuyum kuxnada polları. Çünki qızardanda hər yer yağ sıçrayır. Həm də suxari biraz dağılmışdı. Ona görə polları silim. Vəssalam və mən bugün boş olacağım. Все, oldu, təmiz. Polu siləcəm, kuxnadan başlayacağım və o bir otaqları silməmək də olur, amma mən bilirəm də. Başlamışamsa gedirəm də, bitiyor o bir otaqlara da gedirəm. Oranı da təmizləyirəm. Burada zajqalkaları yığmışam, çünki bu məndə nədənsə öz-özünə açılmır da. Zajqalkası nəsə səs gəlir, amma özü işləmir. Çünki o dəfə yağ çözücü çox vurmuşdum, yəqin bilmirəm niyə. Ora su dəydi və ondan sonra bu işləmədi. O birlər hamısı işləyir, amma bu böyüyü işləmir, ona görə bu zajqalkaları buradan yığışdıra bilmirəm. Arada baxırsan yanır. Açılır da qaz burada. Arada da baxırsan tutulur. Başa düşmək olmur. Nə olub buna? Oy. Vəssalam. Dəmirləri də indi yuyum. Qoyum, olacaq tərtəmiz. Bugünkü video biraz belə qısa alındı. İstədim bugün sizin üçün də video paylaşım. Ümid edirəm ki, sonuna kimi izlədiniz. Hər birinizə can sağlığı arzulayıram. Növbəti vlogda inşallah ki, yenidən görüşərik. Hələlik.